Düz 27 il biz bu günü 23 iyulu Ağdamın işğal günü kimi xatırladıq. Qəlbimizdə ağrı kimi yaşatdıq. Düz 27 il bu günü yad etdik. Qayıtmaq ümidi ilə. Artıq tarix dəyişib. Ağdam azaddır. Ağdamın Qarabağ komandası isə bütöv bir ölkənin ruhunu, Ağdamın döyünən ürəyini təmsil edir və illərdir tarix yazır. Və bugün onun meydanda olması öz torpağına qayıdan xalqın qürur yürüyüşüdür. Hər vaxtınız xeyir olsun. UEFA Çempionlar Liqası 2-ci təsnifat mərhələsinin ilk qarşılaşması Shelbourne Qarabağ maçı ilə qarşınızdayıq. Topama hücumumuz davam edəcək. Zubirdən Turala. Tural qapı qarşısı göndərilir və gol! Və gol! Və gol! İki rəqibi keçdi ondan ötürmə və ikinci qolu vura bilərik. Qapıya zərbə indirilir və gol! Və bu da üçüncü gol!